Salam dostlar, xüsusilə də 11-ci siniflər. Sizə səslənirəm. Yaxınlaşan riyaziyyat imtahanı, o məşhur blok imtahanı yuxunuzu qaçırır, elə deyilmi? Heç narahat olmayın, çünki bu məsələnin həlli üçün super bir bələdçi hazırlamışıq. Bəli, o universitetə qəbul imtahanı, xüsusən də onun riyaziyyat hissəsi həqiqətən də böyük bir stres mənbəyidir. Yəni bunu hamımız bilirik, yaşamışıq ya da yaşayanları görmüşük. Riyaziyyat imtahanı demək olar ki, taleyini həll edir. Yaxşı, bəs bu stresi necə yox edək? Bu maneəni necə aşa bilərik? Və cavab artıq buradadır. Narahatlığa son deyirik. Çünki elə bir həll yolu tapmışıq ki, sırf sizin imtahan qayğılarınızı aradan qaldırmaq üçün hazırlanıb. Gəlin tanış olaq. Yeni riyaziyyat hazırlıq qrupumuz. İnanın mənə, bu sizin üçün əsl dönüş nöqtəsi ola bilər. Bəli, düz eşitdiniz. Biz başlayırıq. Tam qaz irəli. Gəlin indi birlikdə baxaq görək bu yeni qrup nədir, necə işləyir və sizin uğur hekayənizin bir parçası necə ola bilər? Yaxşı, gəlin aydınlıq gətirək. Bu universitet riyaziyyat hazırlıq qrupu nə deməkdir? Çox sadə. Əgər siz 11-ci sinifdə oxuyursunuzsa və A ya da 2-ci qrupa hazırlaşırsınızsa, bu proqram məhz sizin içindir. Məqsədimiz birbaşa sizi universitetin riyaziyyat blok imtahanına ən yüksək səviyyədə hazırlamaqdır. Yəni hədəfimiz konkret və aydındır, yüksək nəticə. Okey, indi isə keçək ən maraqlı hissəyə. Bu sistem necə işləyir? Bütün proses sizin üçün xüsusi hazırlanmış, saat kimi işləyən bir həftəlik fəaliyyət planına əsaslanır. Gəlin bu plana birlikdə nəzər salaq. Baxın, cədvəl hər şeyi deyir. Sistemimizdə bir ritm var. Birinci gün, yəni bazar ertəsi, səhər sizə sınaq göndərilir, axşamı isə cavablar. Özünüzü yoxlayırsınız. Növbəti gün, yəni çərşənbə axşamı, həmin sınağın canlı-canlı Google Meet üzərindən izahını keçirik. Və bu dövr həftə boyunca təkrarlanır. Çərşənbə sınaq, cümə axşamı izah, cümə sınaq, şənbə izah. Gördüyünüz kimi, hər şey çox aydındır. Yəni, işin ən gözəl tərəfi nədir bilirsiniz? Sistem 2 hissədən ibarətdir. Sınaq günləri siz tək başına biliklərinizi yoxlayırsınız, zəif tərəflərinizi görürsünüz, izah günləri isə bizimlə birlikdə canlı yayımda bütün sualların, hətta ən çətinlərin belə üstündən keçirik. Yəni, səhvlər havada qalmır, dərhal həllini tapır. Bu, öyrənmənin ən effektiv yoludur. Yaxşı, bəs bütün həftə dərs. Həftə sonu nə olacaq? Əlbəttə ki, bazar günündə unutmamışıq, hətta deyərdim ki, bazar günləri üçün çox əyləncəli bir sürprizimiz var. Bəli, hər bazar günü sizi əyləncəli və maraqlı interaktiv riyaziyyat oyunları gözləyir. Kim deyir ki, riyaziyyat sıxıcıdır? Bu oyunlar sayəsində həm beyninizi dincəldəcək, həm də bütün həftə öyrəndiklərinizi tamamilə fərqli, əyləncəli bir formatda təkrar edəcəksiniz. Öyrənmək heç bu qədər maraqlı olmamışdı. Bütün bunları eşitdiniz və düşünürsünüz ki, mən də qoşulmaq istəyirəm. Əla, bəs necə? Proses çox asandır. Gəlin görək, bu möhtəşəm hazırlıq səyahətinə başlamaq üçün növbəti addımlarınız nələr olmalıdır? Deməli, gəlin bir də üstündən keçək. Bu qrupa qoşulanda nə əldə edirsiniz? Həftədə 3 sınaq imtahanı, həftədə 3 canlı, detallı izah, hər bazar günü əyləncəli riyaziyyat oyunları və bütün bunların cəmi nədir? İmtahanı uğruna aparan dəqiq, nizamlı bir yol xəritəsi. Hər şey bir yerdə. Qərarınızı verdinizsə, artıq başlamağın vaxtıdır. Daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün heç yerə getməyə ehtiyacı yoxdur. Sadəcə Instagramdakı postumuza bir nəzər yetirin. Bütün detallar oradadır. Bəli dostlar, imtahanlarda uğur qazanmağa doğru o vacib addım atmağa hazırsınızmı? Unutmayın ki, ən böyük səyahətlər belə ilk addımla başlayır və bu addım atmaq yalnız sizin öz əlinizdədir. Gələcək uğurlarınızda görüşmək ümidi ilə.